Bir nəfər varmış, deyirmiş ki, mən imam zamanı istəyirəm. Bütün günü deyirmiş, ağa, mən səni görmək istəyirəm. Var da belə adamlar, yaxşıdır da adam istəyər. Yapışıb ki, mən səni görmək istəyirəm. Orada namaz qılır, burada dua eləyir, ora gedir, bura gedir. Axır neçə müddətdən sonra imam zaman yatır, görür ki, imam zaman zuhur eləyib. İmam buna deyir ki, gəl. Deyir, nə yaxşı, mən səni axtarırdım. İmam deyir, sənin evin var, o evin haram qarşı o evə. Onun puluna sat evi, cəmaatın haqqını qaytar. Bu qalır belə. Ondan sonra deyim, malında filan qədər xums var, onu çıxart verir. Dedikcə imam, nauzubillah, əstəğfurullah, bu yuxudan biz necə ayılır? Qışqırır ki, oğru gəlib deyir, ayılır. İmam zamanın timsalında oğru görür, kimin malını əlindən alır, nəyin əlindən alır. Nəyin nəticəsidir? Özünü hesaba çəkmədən imam gözləmək. Özünü hesaba çək, özünü təmizlə imam gələcək. Dalıca qaçmaq da lazım deyil.